Növbəti məsələ bu əvəzliklərindən sonra vergülün qoyulma qaydasıdır. Bu qaydaya xüsusi diqqət eləmək lazımdır. Yəni bu qaydanın əsası bizim burada qeyd elədiyimiz bu çərçivə daxilində qalan qaydadır. Yəni bu qaydanı mükəmməl şəkildə öyrənsəniz, bu durğu işarəsi ilə bağlı, yəni o-dan sonra vergül, bu-dan sonra vergül məsələsi ilə bağlı heç bir probleminiz olmayacaq. Əvvəla nəyə diqqət eləmək lazımdır? Bu-dan sonra vergül qoyulma söhbəti varsa, ilkin olaraq kim və nə sualına cavab verməlidir. Əgər o və bu əvəzlik kim və nə sualına cavab vermirsə, deməli vergül barədə düşünmürük. Yox, əgər kim və nə sualına cavab verirsə, o zaman bu birinci mərhələdir. O zaman keçirik ikinci mərhələyə. İkinci mərhələdə budan sonra isim, sifət, say, zərf, fiili sifət, köməkçi hissələrindən də modal söz, son dövrlərdə nidanı da əlavə ediblər bura. Nida gələrsə o zaman nə olacaq? Vergül qoyulacaq. İndi bunu yaxşı yadda saxlamaq lazımdır. Ancaq aşağıda xeyli nümunə yazmışıq. Bu nümunələrə diqqət eləyək. Deməli, baxırıq. O dünən dərsini oxuyurdu. Deməli, o kim sualına cavab verdi. Düzdür? Deməli, kim sualına cavab verirsə keçirik ikinci addıma. Yəni, özündən sonra gələn sözə. Baxırıq, özündən sonra gələn söz nədir? Dünən zərfdir. Baxırıq, burada deməli, zərf. Görürük, burada zərf yazılıbdır. Zərf işlənibsə, fikir verin, bax, burada zərf qeyd olunub. Zərf işlənirsə, deməli, vergül qoyulacaq. Deməli, o-dan sonra biz burada vergül qoymalıyıq. Burada bir məqamı unutmayaq. O burada işarə əvəzliyi deyil. Deməli, işarə əvəzliyi mövzusunda qeyd elədiyimiz kimi, o əvəzliyi əgər kim, nə, kimin, nəyin, kimə, nəyə, kimdə, nədə və s. bu suallara cavab verərsə, o şəxs əvəzliyi sayılır. Bəzən bununla bağlı suallar düşə bilir. Məsələn, deyək ki, hansı cümlədə o əvəzli şəxs əvəzliyidir. Biz deməli orada nəyə baxmalıyıq? Sualına baxmalıyıq. Kim və nə sualına cavab versə, deməli şəxs əvəzliyidir. Keçirik ikinci nümunəyə. Bu hadisə mənə pis təsir etdi. Baxırıq. Sualına baxaq. Hansı hadisə? Düzdür? Hansı sualına cavab verir? Deməli, hansı sualına cavab versə, birinci mərhələni keçə bilmədi. Deməli, burada vergül qoyulmayacaq. Heç sonra gələn sözə baxmağa ehtiyac da yoxdur. O da məlumdur ki, hava soyuyacaq. Nə məlumdur? Nə sualına cavab verdimi? Bəli. Keçirik ikinci mərhələdə da nədir? Bağlayıcı. Baxırıq, köməkçi hissələr arasında bağlayıcının adı verim, yəni bu hissədə bağlayıcı yoxdur. Deməli, vergül qoyulmayacaq. Bu ki, mənə lazım deyil. Nə mənə lazım deyil? Bu. Nə sualına cavab verir? Deməli, vergül qoyma haqqında düşünə bilərik. Lakin ki nədir? Burada dedik, bağlayıcıdır. Ona görə vergül qoyulmur. Burada da ki, ədatdır. Ədat olduğuna görə yenə burada vergül qoyulmayacaq. Bu kənd babamın kəndidir. Baxırıq, hansı sualına cavab verir? Hansı sualına cavab verir? Hansı sualına cavab verirsə, deməli, budan sonra vergül qoyulmayacaq. Növbəti cümləyə baxaq. İkisi də eyni tipdədir. Bir A deyirik, bir də B deyirik. Eyni tipdədir. Burada məzmundan asılı olaraq iki cür başa düşülə bilər. Bu, dostumdan mənə hədiyyədir. Nə? Bu. Nə sualına cavab verdik? Özündən sonra dostun sözü, yəni isim gəldi. İsim gəlibsə, o zaman qaydaya əsasən biz vergül qoymalıyıq. Bir də bu dostumdan mənə hədiyyədir. Hansı dostumdan mənə hədiyyədir? Sanki burada biz belə təsəvvür edirik ki, dostları yanındadır, qabağındadır və onlardan birini göstərir ki, bu dostumdan mənə hədiyyədir. Məsələn, deyirsən ki, sənə verilən kitab hansı dostundan hədiyyədir? Əlinlə göstərsən ki, bu dostumdan hədiyyədir. Yəni, burada hansı sualına cavab verir? O zaman vergül qoyulmur. Deməli, bu A və B yazdığım cümlə ilə bağlı sual necə düşə bilər? Nümunələr verilər. Deyər ki, aşağıdakı nümunələrdən hansında bu əvəzliyindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Burada artıq deməli, nəyə diqqət edirik? Yəni, bu cümlənin intonasiyasına. Növbəti digər nümunəyə keçək. O deyəsən səni tanımır. O nədir? Kim sualına cavab verir?
Onsuz da burada deyəsən sözü modal sözdür. Əslində modal sözün qaydasını bilən bilir ki, modal söz gəlirsə hər iki tərəfində vergül qoyulmalıdır. Ona görə o-dan sonra vergül qoyulacaq. Bu həmişə mənə lazımdır. Nə lazımdır bu? Həmişə nədir? Zərfdir. Yenə yuxarıdakı qaydaya baxanda görürük ki, zərf gəldiyi zaman vergül qoyulmalıdır. O kitabı tez bitirdi. Yenə burada A və B cümləsi var. İki cür yazmışıq. O kitabı tez bitirdi. Kim? O. Kim sualına cavab verdi. Kitab da isimdir. İsim olduğuna görə qaydaya əsasında özündən vergül qoyulmalıdır. Bir də o kitabı tez bitirdi. Hansı kitabı tez bitirdi? Burada hansı sualına cavab verdiyi zaman vergül qoymayacaq. Çünki artıq burada təyin vəzifəsindədir. O doğrudan da yaxşı ustadır. Kim? O. Kim sualına cavab verir. Amma doğrudan da söz nədir? Modal sözdür. Modal söz olduğuna görə hər iki tərəfində vergül qoyulacaq. Deməli, o diqqət bayaqlarım şifahi şəkildə qeyd etdiyim nümunə burada da var. Daha doğrusu qayda. Bu əvəzliyi həmişə işarə əvəzliyidir. Nə olur olsun, istəyir sifəti əvəz eləsin, istəyir ismi əvəz eləsin. Bütün məqamlarda bu əvəzliyi işarə əvəzliyidir. Ancaq o əvəzliyi təyin olanda işarə əvəzliyidir. Qalan hallarda şəxs əvəzliyi sayılacaq. İndi buradakı nümunələrə baxsaq, deməli o burada mübtədadır. Deməli burada şəxs əvəzliyidir. Sonra o da məlumdur ki, nə məlumdur? Mübtədadır. Deməli şəxs əvəzliyidir. Bu ki mənə lazım deyil. Nə mənə lazım deyil? Bu yenə şəxs əvəzliyidir. Əstəğfurullah, buya aid deyildi o. Buya aid deyil. Bu həmişə işarə əvəzliyidir deyə qeyd eləmişdik burada. Bu kənd babamın kəndidir. Hansı kənd? Bu yenə işarə əvəzlidir. Yəni bununla bağlı əslində mübahisə yoxdur. Əsas işimiz o ilə bağlıdır. O yenə mübtədadır. Şəxs əvəzliyi. O burada A bəndindəki o şəxs əvəzliyidir. Çünki mübtədadır. B bəndindəki o təyin olduğuna görə bu işarə əvəzliyi olacaq. Yenə axırıncı nümunədə o doğrudan da yaxşı ustadır. Kim sualına cavab verdiyinə görə bu yenə şəxs əvəzliyi olacaq. Bu məsələyə də xüsusi diqqət yetiririk. Yadımızdan çıxarmayaq.